Rəsmi Vaşinqton Amerika Birləşmiş Ştatlarının hərbi texnikasını və şəxsi heyətini Jeşov-Yasinkidən Polşanın digər şəhərlərindəki obyektlərinə köçürür. Ukrayna Silahlı Qüvvələri üçün tədarükün 90%-nin keçdiyi logistika mərkəzi Polşa və NATO-nun rəhbərliyi altında qalacaq. Prezident Andrzej Duda qərarın alyans səviyyəsində razılaşdırıldığını bildirib və vurğulayıb ki, baş verənləri qoşunların çıxarılması adlandırmaq olmaz. Polşa və müttəfiqləri bu kritik obyektin ətrafında etibarlı müdafiə infrastrukturunu saxlayacaqlar deyə o bildirib. Bütün bunların fonunda Rusiya aviasiyası son aylara nəzərən bölgədə aktivlik göstərməyə başlayıb. Cəbhədə son aylarda istifadə olunmayan 4++ nəsil Su-34 çox məqsədli döyüş təyyarələri görünüb. Bu təyyarələr radioelektron mübarizə sistemlərinə malikdir və düşmənin yerüstü radioelektron sistemlərinə qarşı mübarizə apararaq radarları iflic vəziyyətə sala bilir. Su-34-lər bugün yerli vaxtla səhər saat 8-də müxtəlif istiqamətlərdə Ukrayna ordusunun yerləşdiyi mövqelərə zərbələr endirib.